İmam İbn Teymiyyə rahimehullah gözəl bir söz deyir. Buyurur ki, İzə ləm tecid lil əməli həlavətən fi qalbik və nişirahən, əgər əməl etdikdən sonra qəlbində o şirinlik, ləzzət, genişlik, inşirah dadmasan, fəttəhimhu, öz qəlbini ittiham elə. Niyə? Çünki fəinnə Rabbə Teala şakur. Çünki Allah subhanahu və teala şakurdur, təşəkkür edəndir. İmam İbn Qeym rahimehullah İbn Teymiyyə bu sözünü şərh edir. Buyurur ki, Mədəris Səlikin kitabında, hər bir əməl edəndən sonra Allah şakurdur, təşəkkür edəndir. Bu dünyada insanın qəlbinə sevinç, fərəh verir, ləzzət verir, həlava, şirinlik. Əgər sən salih əməl edəndən sonra o şirinliyi dadmasan, onda gərək gedib öz qəlbini ittiham eləyəsən.